Düzbucaqlı üçbucaqların qaydasını davam eləyək. Demək, dərsimiz düzbucaqlı üçbucaq. Adını yazın, başlayaq inşallah. Düzbucaqlı üçbucaq. Tamam. Burada nəyə fikir verirsiniz? Adından məlumdur ki, düzbucaqlı üçbucaqda bir bucaq mütləq düzbucaq olur. Bu düzbucağa birləşən A və B-yə katet deyirik. A və B katetlərdir. Katet. C böyük tərəfə isə hipotenuz deyilir. Hipotenuz. Demək, burada Pifaqor teoremi var uşaqlarım. Pifaqor teoremi. Necədir? A-nın kvadratı üstəgəl B-nin kvadratı bərabər olacaq C-nin kvadratına. Həmişə yadınızda saxlayın. Bax, 90 dərəcənin qarşısı böyük tərəfdir. Demək, kiçiklərin kvadratların cəmi böyüyün kvadratına bərabərdir. İkinci. Düzbucaqlı üçbucaqda 30 dərəcənin xassəsi deyirik buna. Əgər bir bucaq 30 dərəcədirsə, digər bucaq mütləq 60-dır. Çünki cəmi 180 olmalıdır. Qayda belədir uşaqlar. 30 dərəcənin qarşısına x yazırsınız. 60-ın qarşısı həmin x-in köküç mislidir. 90-ın qarşısı isə 2x-dir. Qayda belədir. Demək, 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun, yəni 2x-in yarısı, 60 dərəcəli bucağın qarşısındakı katet digər katetin, yəni x-in kökətdə 3 mislinə bərabərdir. Yadınızda saxlayın. Məsələn, tutaq ki, bura 10 santimdir, bura 30-dur, bura 60-dır. Tez deyəsiniz ki, 30-un qarşısı onun yarısı olur, 5 olur. 60-ın qarşısı isə digər katetin, yəni 5-in kökətdə 3 misli, 5 kökətdə 3 olacaq. Üçüncü, 45 dərəcəli üçbucağın xassəsinə baxaq. Bir bucaq 45 dərəcədirsə, digər bucaq da 45 olacaq. Onda bu üçbucaq bərabər yanlı olacaq. Demək, bura x olsa, onda burada x olmalıdır. Hipotenuz isə kökətdə 2x olacaq. Dördüncü, düzbucaqlı üçbucaqda 15-75 qaydası. 15-75 qaydası. Harda 15 gördüksə, digəri 75-dir. Qayda nədir? Hündürlükdür, hipotenuzdur bu isə. Demək, 4h qaydasını öyrənirsiniz. Demək, hipotenuz hündürlüyün həmişə 4 qatına bərabər olacaq. Sonra 5-ci hündürlükləri haqqında danışım sizə. Düzbucaqlı üçbucaq uşaqlar gördüyünüz kimi bax bu hissə perpendikulyardır. Siz bilirsiniz ki, perpendikulyar demək hündürlük deməkdir. Yəni bu hündürlükdür, düzdür? Bunu bu tərəfdən də görsən, bu da hündürlükdür. Demək, indi A ilə B yazıramsa, demək A ilə B məndə hündürlük oldu. Ona görə demək hündürlüklərimiz həm də katetlər imiş. Demək H2 B olur. İndi üçüncü hündürlük hansıdır? Üçüncü hündürlük düzbucaq təpəsindən çəkilib. Baxın, budur. Buna H3 deyirik. Üçüncü hündürlüyümüz isə, bu da C-dir. Demək, A, B bölünsün C-dir. Buna kiçik hündürlük deyilir uşaqlar. Üçüncü hündürlüyümüz həmişə kiçik hündürlükdür. Sonra 6-cı, məsələn, düzbucaqlı üçbucaqda topluda var belə suallar. Deyək, katetlərə paralel olan orta xətlər. Uşaqlar, məsələn, bura 2A-dırsa, demək, onda bura nə yazırsınız? A yazırsınız. Tutaq ki, bura 2B-dirsə, buna paralel B olacaq orta xət. Hipotenuzum 2C-dirsə, buna paralel nə olacaq? C olacaq. Demək, yadınızda saxlayın ki, bax, düzbucaqlı üçbucaqdırsa, içində qurulan üçbucaq da düzbucaqlı üçbucaq olacaq. Yəni, bu da 90 olacaq. 90-90. Bax, qabaq-qabaq olacaqlar. Loru dildə deyim. Məsələn, tutaq ki, bir dənə körbucaqlı üçbucaq var. Sizə deyirik ki, yenə də orta xətlərin çəkirik. Demək, məsələn, tutaq ki, buna paralel buradan çəkdik. Bu birin paraleli budur, qarşınçı da budur, düzdür? Baxın, bura əgər alfa bucaqdırsa, mütləq burada nə olacaq? Alfa olacaq. Bunu yadınızda saxlayın. Bu çox lazımlıdır, görəsiniz. Məsələn, tutaq ki, bura beta bucağı idisə, balacada da bura beta olacaq, qarşısı olacaq. Sonra tutaq ki, bura bir alfa bucağı demişdiksə, onda burada nə olacaq? Alfa bucağı olacaq. Bunlara diqqətli olun. Hələ sual var orada. Deyək, düzbucaqlı üçbucağın belə orta xətlərin əmələ gətirdiyi, bax, belə çəkib, aha. Deyək, hipotenuzun ortasından, yəni buradan hipotenuza paralel orta xəttə qədər olan məsafəni soruşur. Yəni, buradan bura məsafəni soruşacaq sizdən. Bura A-dır, bura B-dir, bura C-dirsə, bu da H-dırsa, H nəyə bərabər olur? AB bölünsün C-yə.
Onu indi testlərdə görəndə özünüz biləsiniz. Bizə bu lazımdır hələ ki. Başqa düzbucaqlı, üçbucaqda 7-ci deyə bilərəm, düzdür. 1-ci dərslə əlaqəsi yoxdur. Düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilib. Çevrə hipotenuzu gördüyünüz kimi toxundu. Bura M, burada N olaraq 2 hissəyə böldü. Onda sahəsi bərabər olacaq. M vurulsun N-ə. Sonra nə deyə bilərəm sizə? Məsələn, yenə deyək ki, düzbucaqlı üçbucaq. Ümumiyyətlə, bu ixtiyari üçbucaqda da belədir. Çəkdiyi çevrə. Bax, toxunanlar həmişə bərabər olur. Bura, məsələn, deyək ki, x qoysan, burada x olacaq. Bura y qoydunsa, bu da y olur. Bura, nə bilim, a qoydunsa, bu hissədə a olacaq həmişə. Bir də uşaqlar, ümumiyyətlə, düzbucaqlılar maildir, proyeksiyadır, onları bilmək lazımdır. Baxın, bu maildir, zaten onsuz bilirsiniz, maildir. Deyək ki, mailin, məsələn, aşağı hissədə proyeksiyasını qur desəm, demək, mailin uc nöqtəsindən aşağıya doğru mütləq bir hündürlük çəkirsiniz. Bu hündürlüklə mailin ucunu birləşdirirsiniz. Buna deyilir proyeksiya. Proyeksiya. Burada hündürlükdür, məsafədir, yəni. Bura A nöqtəsi deyirəm. Buna mailin oturacağı deyilir. Buna H deyirəm. Buna da hündürlüyün oturacağı deyilir. Yadınızda saxlayın. Bir də vacibli olan düzbucaqlı üçbucaqda trigonometriya ilə bağlılığı. Baxın. Bura A katetidir, bura B kateti, bura bir alfa yazıram. Deyək ki, burada C yazım. Sinus alfa deyək ki, sinus alfa. Tərifi nədir uşaqlarım? Bunu əzbərləyəsiniz. Qarşı kateti bölürsüz hipotenuza, hipoya. Demək, alfanın qarşısı budur da A-dır, düzdür? A-yı böləsiz hipotenuza, C-yə. İndi kosinus alfa desək, kosinus alfada isə bitişik kateti bölürsüz hipotenuza, hipotenuza. Aha, alfanın bitişiyi B-dir, B-yi bölürsüz C-yə. Bir də tangens var. Tangens alfa. Tangens alfada qarşı kateti bölürsüz bitişik katetə. Bitişik katetə. Yəni A-yı B-yə. Kotangesdə isə tərsinə olur. Tangesdən kotanges tərsdir. Bitişik kateti qarşı katetə bölürsüz. Qarşı katetə. Yəni B-yi A-ya bölürsüz.